buradan üzümü Dördüncü tuturam. hissə. Quba rayonunun Səbətlər kəndində yaşayan məşhur quldur. Ailə dağıdan, Araqətən, arvad kimi şər danışan, qeybətçi Hacıyev Elibrus Ağabala oğlu sənə. Mənim bu gözümün qabağında sən, dayın Qasımın oğlu Həbibin motorunun sefin uğradın. Uğru sən. Mən sizin evdə oğlu, sənin qardaşın, uğru Təbriz, Cey Təbriz. Mənim 500 manat pulumu məcbur əlimdən alıb, 100 manatını sənə verdi, 400 manatını da əxlaqsız qadınlara. Sən dedim ki, mən polisdən qorxmuram. Mən polisdən qorxmuram. Ya mənim video çox zor olur. Göndərin, ya da bizimlə sən verilişinə gəlib çıxıb, səni də, bu gey qardaşım Təbrizi də ora gətirəcəm. Yaxşısı budur, canın çıxsın, get kredit gör, mənim 500 manat pulumu ver.